Dostlar, bir dənə möhtəşəm bir dənə düşəşəm. Düşəndə nə olur? Deyirlər müştəri gələcək. Ona görə də doğrudan da yeri var ki, bunu mən gözəl formada təqdim edeyim. Belinə baxın. Görürsünüz. Bu bir. Belin rahatçılığı. Bax. Görürsünüz. Sərinliyi. Dostlar, bizə nə lazımdır? Şalvar geyinəndə 3 forma olsun. Rahatçılıq, sərinlik, yəni yaydısa, sərinlik və görünüş. Bu ilə mən artıq təsəvvür edirəm ki, nələr giyinmək olar. Məsələn, bunu görürsünüz. Bax, bir yerdə. Sonra isə bununla daha çox qara. Əsir də. Parçada rahatçılığa baxın. Bir də buna baxın. Bax. Buna əynə, geyinən kimi həmən o rahatçılığınızı təmin edəcək. Mənə çox sağ ol deyəcəksiniz ki, nə yaxşı ki bu video mənim qarşıma çıxdı. Mən bu şalvarı gəldim aldım.